A, B, C müsbət ədədləri uyğun olaraq 2, 3, 5 ədədləri ilə düz mütənasib hissələrə bölünüb. A kvadrat + B kvadrat + C kvadrat 152 olarsa A + B + C cəmini tapın. 2, 3, 5 ədədlərlə düz mütənasib hissələrə bölünübsə, deməli A-nı 2K, B-ni 3K, C-ni isə 5K olaraq götürsək, bunların kvadratları cəmi, yəni 4K-nın kvadratı, 9K-nın kvadratı və 25K-nın kvadratı bərabərdir 152. 4, 9, 13, 13-ün də üzərinə 25 gəldikdə 38 alırıq. 38K-nın kvadratı bərabərdir 152. Deməli, K-nın kvadratı bərabərdir. 38-i 4-ə vursaq 152 eləyər. K kvadratı 4 olduğuna və K müsbət və ya mənfi 2 ola bilər. Lakin A, B, C müsbət ədədlər olduğu üçün K-nı sadəcə 2 götürürük. Deməli, A alınır 2 vurulsun 2, 4. B olur 3 vurulsun 2, 6. C də bərabərdir 5 vurulsun 2, yəni 10. Və bunların cəmi bizə verəcək 20. 4 + 6 + 10, 20. Digər tərəfdən 2K, 3K, 5K-nı toplasaydıq 10K eləyərdi. K da 2 olduğu üçün 10 vurulsun 2, yenə də cəm olur 20.